Yəqin ki, hər birimizin ilk maaşla bağlı özünə məxsus xatirəsi var. O günün sevinci və həmin pulla edilən ilk seçimlər uzun müddət yadda qalır. Çünki bu qazanc təkcə pul deyil, həm də zəhmətin, məsuliyyətin ilk bəhrəsidir. Kimi həmin pulla ailəsinə hədiyyə alır, kimi uzun müddətdə arzuladığı əşyanı. Bəs görəsən, paytaxt sakinləri ilk maaşlarını necə xərcləyiblər? Onlar ilk qazandıqları pulla nə alıblar? İlk maaşımla tort almışdım evə, valideynlərimə. İlk maaşımla anama hədiyyə almışdım. Nə almışdınız? Telefon. İlk maaşımdan qızıma paltar almışdım. O maaşı əslində qoymuşdum qırağa. 2018-ci ildə telefon almışdım. İlk telefonumu özüm almışam özümə. İlk maaşımla birinci anama hədiyyə almışdım və evə bir-iki şeylər almışdım. Özümə xərcləməmişdim. İlk maaşımla özümə bir saat almışdım. Saat, bahalı bir saatdı. Sevdiyim bir aksesuarı almışdım. Xırda bir şeydi, özümə hədiyyə eləmişdim. Bir də çanta səhv eləmirəmsə almışdım. O sirdir. Çünki o elə bir gözəl şey olub ki, onu hal-hazırda mən deyə bilmərəm.